Salam əziz dostlar, bugünkü mövzumuz məntiqin predmetidir. Yəni məntiq nədən bəhs eləyir? Mövzusu nədən ibarətdir? Hər bir elmin bir predmeti var. O elmdə həmin onun xüsusiyyətlərindən bəhs olunur. Hər elmdə o predmetin xüsusiyyətlərindən bəhs eləyir. Məsələn, tibb elminin predmeti insanın bədənidir, sağlamlıq və xəstəlik baxımından olan bədənidir. Sonra riyaziyyatın predmeti hesabdır, ədədlərdir. Sonra fəlsəfənin predmeti varlıqdır. Məntiq elminin predmetini bilməkdən ötürü isə biz təfəkkür sözünün mənasını araşdırmalıyıq ki, görək təfəkkür nədən ibarətdir. Qısa şəkildə desək, təfəkkür öncəki məlumlardan istifadə edərək məchulların məlumlara çevirməyə çalışmaqdır. Çalışmaq prosesidir. Təfəkkür nədir? Bizdə olan məlumların vasitəsilə biz bizdə məlum olmayan, yəni məchulları araşdırıb ortaya çıxardaq və aydınlaşdıraq. Başqa sözlə desək, təfəkkür məlumdan məchula olan hərəkətdir. Keçən bəhsdə də keçmişdik. Yəni, məchulu aradan qaldırmaqdır. Hədəf də məchulu aradan qaldırmaqdır. İndi görək, bizim məchullarımızın hamısı eynidir bizim üçün, yoxsa bir-birindən fərqli məchullarımız var. Bu barədə danışacağıq. İndi məlum və məchulun növlərini öyrənirik. Biri var anlayış, biri var hökm. Anlayış nədir? Hökm nədir? Bu barədə danışacağıq. Ərəb dilində anlayışa deyirlər təsəvvür və yaxud məfhum. Ərəb dilində hökmə də deyirlər təsdiq və yaxud qəziyyə. İndi bunları biz araşdıracağıq. Bir şəxs deyir, sizdən bir sual soruşur. Soruşarkən siz onun cavabını bilirəm dediyiniz zaman bunu nəzərdə tutursunuz ki, o şeyin təsviri sizin zehninizdə hazırdır. Biri sizdən bir şey soruşanda bu nədir? Sən deyirsən, bunun cavabını bilirəm. Yəni, o nənin təsəvvürü sizin zehninizdə var. Onun nə olduğu sizin zehninizdə var. Məsələn, təsbih. Təsbihinin nə olduğunu sən necə görürsən? Belə baxdın, bunun adını dedilər sənə təsbih və salam. Bunun kopyası, şəkli oturdu sənin beynivə. Təsbih deyən kimi zehninə nə gəlir? Təsbih də gəlir. Daha kitab gəlmir, qənd gəlmir, çay gəlmir, məsələn. İndi bu bilmək var, bilik, elm. Elmin tərifi nədir bəs? Elmin tərifində deyiblər ki, bilik bir şeyin təsvirinin zehində hazır olmasıdır. Bir şey haqqında bir şey bilirsənsə, mənası budur ki, o şeyin təsviri sənin zehnindədir. Artıq o nə olub? Kopyalanıb sənin zehninə. Düzdürmü? Alimlər biliyin iki növünü fərqləndirirlər. Elmin iki növünü fərqləndirirlər bir-birindən. Onların fərqinin aydın olması üçün indi aşağıdakı misallara baxaq. Görək ki, nəyi fərqləndirirlər. Deyir ki, tutaq ki, sizin Əli adında bir dostunuz var və siz onu hər gün sinifdə görürsünüz. Buna görə də onu tanıyırsınız. Sinif yoldaşlarından birinin adı Əlidir. Əli necədir? Sinif yoldaşının Əli necədir? Əli. Onun sifəti, zehni, forması, başının forması, bədəninin forması sənin dərhal zehninə gəlir. Ya yox? Əgər sizin Hüseyn adında başqa bir dostunuz sizdən Əlini tanıyırsanmı? deyə soruşsa, bəli tanıyıram deyəcəksən. Hardan tanıyırsan? Artıq onun şəkli şəmaili sənin nəyindədir? Zehnindədir. Əli deyən kimi onun forması sənin zehninə gəlir. Belə ki, Əlinin təsviri, həmin o məfhum, artıq Əli məfhumu, onun predmeti, Əli məfhumunun predmeti artıq sənin zehnindədir. Düzdür? Məfhum olaraq sənin zehnində. Anlayış olaraq sənin zehnində hazır olacaq. Əgər bir şəxs sizdən Əli Hüseynin dayısıdır, deyə soruşsa və siz əmin olmaq üçün bu mətləbi Əlidən soruşsanız, Əli də cavabında bəli, mən Hüseynin dayısıyam desə, sizin üçün Əlinin Hüseynin dayısı olması barədə hökm yaranacaq. Deməli, hökmlə anlayışın fərqi nədir? Burada indi mən izah edim. Hökm bir şeyin var olması barəsində və yaxud bir şeyin olması barəsində olan təsəvvürdür. Səndə yaratdığı təsəvvürdür. Və o təsəvvürlər, o anlayışlar neynir? Toplanır, hər şeyin bir adı. Qənd, çay, nə bilim, pesok, nə bilim, onlar hər biri anlayış olaraq sənin zehnindədir. Düzdürmü? Amma indi sən, bu oldu anlayışlar. Bir də var, sən bir cümlə ifadə edirsən, necə deyim, bir təsdiq ifadə edirsən, təsdiqləmə səndən tələb olunur ki, məsələn, filankəs filankəsin dayısıdır, filankəs filankəsin əmisidir, nə bilim, belə bir mövzulu ifadələrdə sən bunun hə və yaxud yoxluğu barəsində, əgər bilirsənsə deyirsən hə, bilmirsənsə deyirsən yox. Bunun barəsində artıq bu cür cavablara deyirlər məntiqdə nə? Hökm. Hökm deyirlər. Aydın oldu. Deməli, məlum hökm
və məlum təsəvvür və məshul hökm və məshul təsəvvür. Bizdə bu 4 qismdən ibarətdir elm. Deməli, məlum 2 hissədən ibarət oldu. Təsəvvür və hökm, yəni məfhum və hökm. Bir də məshul 2 hissədən ibarət oldu. Məshul təsəvvür və məshul hökm. Elə təsəvvürlər var ki, sözlər var ki, məsələn, mənalar var ki, biz onu nə eləmirik? Heç onun haqqında məlumatımız yoxdur. Heç onun barəsində təsəvvürümüz yoxdur. Biz deyirik ya, falan şey barəsində təsəvvürümüz yoxdur. Yəni onun şəkli şəmaili mənim zehnimdə hazır deyil. Məshul da ki, onun barəsində hər hansı bir qərar vermək. Bu belədirmi? Bunun rəngi budurmu? Və s. və ilə axır. Bu da onun barəsində verilən, deyilən hökm deyəndə biz hökm vermək mənasında anlaşılmamalıdır bu. Hökm bizim dildə bitmiş bir ifadəni ifadə eləyən cümlə. Azərbaycan dili var ha. Cümlə nə deyilir? Bitmiş bir fikri ifadə edir. Azərbaycan dilində olan həmin o nəqli cümləyə məntiqdə deyirlər nə? Hökm. Aydın oldu? Azərbaycan dilində olan nəqli cümlələrə məntiq dilində, məntiq elmində hökm deyilir. Elhamdülillah. Sağ olun.